tutmayacaq ideya yoxdur. Məsələn, hackathona gedəndə o artıq baxırsan kim durub söhbət edir, kim əlində laptop nəsə eləyir. Bu hackathonları niyə görə edirsən? Yəni sənin burada məqsədin nədir? Birinci gələn insan nəyə görə hackathona gəldiyini bilməlidir. Səncə Azərbaycandan getməsə idin, bu günlər bu qədər uğurlu olardımı, bu qədər böyük networking olardımı? Məncə ilk dəfə Silikon vadisi adını Fransada oxuyanda eşitdim. Müəyyən bir limitlər var. Sən o limitləri aşmaq üçün artıq bir yerə çıxmalısan. Mən ümumiyyətlə nədən zövq alıram? Mən nəyi sevirəm? Səncə məsələn hackathona qoşulan bir adam nə əldə edə bilər daha çox? Məsələn, nə etdiyi önəmlidir, niyə etdiyi önəmlidir. Səncə Azərbaycanda startup ekosistemi var yoxsa birinci startup edən bir insan iş tapa bilmir deyə startup eləməlidir. İnandığın işi işləmək, inandığın bir produkta yatırım eləmək daha faydalıdır. Müştəri qalır qıraqda bütün hər şeyə fokuslanır. Məsələn, müəyyən bir founder. Mən hətta deyərdim ki, bu dəqiqə Azərbaycanda oturub remote işləmək daha gəlirli sayılır. Hansı ki, sən xarici. Yəni biraz mən onlara nə etməklə bağlı qaydası verirəm. Salam dostlar, mən Mustafa Mustafayev. Bugünkü qonağım Şəhriyar Məmmədov, San Fransiskoda yaşayır. Sliz modda startup. Sliz modda startup üzərində çalışır. Sliz modda startup üzərində çalışır. Uzun müddətdir Şəhriyarla biz görüş keçirmək istəyirdik. Bu günə qismətdir fiziki formada. Ona çox vaxt cəmiyyətdə sənə Sako deyirlər. Onda mən sənə Sako deyə müraciət edəcəm. Sən tanımayanlara, tanıyanlara özün haqqında bir qısa məlumat versən, Sako kimdir, nə işlə məşğuldur, harda yaşayır, nə edir? Təşəkkür Mustafa bəy dəvətiniz üçün. Mənim adım Sako, siz deyən kimi. Hal-hazırda Silikon vadisi San Fransiskoda yaşayıram. Hardasa 2017-ci son 9-10 ildir oradayam. Ondan daha öncə Avropada falan təhsil almışdım, Azərbaycanda çalışmışdım. Qısası hal-hazırda mən çalışdığım platform security infrastructure üzrə mühəndislikdir. Və ondan əlavə mən ümumiyyətlə community mövzularında hackathonla bağlı da müəyyən bir orada community run eləyirəm, yəni çalışdırıram və 60-a yaxın son 2 ildə hackathonda iştirak etmişəm və elə Bakıya da gəlmə səbəblərindən biri ki, yol üstə elə Dubayda da bir American University Dubai vardı. Orada həm speaker, mentor, judge kimi orada belə deyək də müəyyən bir tövsiyələrini verməyə, contribute eləməyə çalışdım. Qısacası belə, yəni əlavə də basketbol oynamağı xoşlayıram olaraq. Biraz o mənə görə bugünkü longevity, uzun ömürlük mövzusunda da mənə maraqlı olan sahələrdəndir. Çünki onundakı getdikcə daha da böyüyən bir istiqamət və hər kəs insan artıq elmi, süni intellektlə və s. yeniliklər ortaya çıxdıqda insanlar o şeyləri öz həyatlarında daha ucuzlaşıb da onları tətbiq edir. Səni ən çox Azərbaycanda bu tədbirlərlə bağlı tanıyırlar, hackathon falan. Bu sualım ondan ibarət ki, bu hackathonları niyə görə edirsən? Yəni sənin burada məqsədin nədir? Və bildiyim qədərilə təkcə hackathonları Azərbaycanda yox, müxtəlif yerlərdə edirsən, müxtəlif ölkələrdə edirsən. Bu barədə məlumat verə bilərsən? Hə, əlbəttə. Ümumiyyətlə hackathonun biraz mənim gəlmə tariximdən danışım. Mən ümumiyyətlə Amerikada mühəndis olaraq çalışırdım, eventlər, meetuplara və s. qatılırdım, özümüz də təşkil edirdik, Google Developers Group və s. Ümumiyyətlə Bay Area'nın, San Fransisko, Silikon vadisinin ən böyük belə deyək də üstünlüklərindən biri ondadır ki, orada davamlı olaraq nəsə baş verir. İnsanlar bir araya gəlir, insanlar təcrübə bölüşməsi eləyir, fərqli top şirkətlərindən gələn insanlar bir araya gəlib, axşamlar bir pizza və s. zakaz verirlər və başlayırlar müəyyən bir diskussiyalara. Ümumiyyətlə orada bu davamlı insanlar bir araya gətirir. Həm volunteerlər var, həm də şirkətlər buna ki, culture, bu mədəniyyət bu ətrafda formalaşıbdı. Hackathon məsələsi əvvəldə var idi, amma nə baş verdi? Artıq Covid vaxtı biraz elə bir ki, ofisə getmək, evdən işləmə modelinə keçdi insanlar və çox insanlarda bir növ bu mental problemlər başladı yaranmağa. İnsanlar artıq evdən çalışmır. Nə qədər sən öz yataq otağından çalışa bilərsən. Yəni biraz çünki ümumiyyətlə mühəndislikdə yaradıcılıq tələb edən bir sahədir və sən davamlı olaraq qidalanmalısan da. Yəni ki, evdə Covid düzəltmək nə olmur da. Sən artıq elmi araşdırmalar da var ki, sən gedib kofeni hardasa alanda o baristanın sənə kiçik də olsa bir danışmaq, o sənin beyindəki neyronlar arasındakı şeyi sürətləndirir və s. Ona görə bir növ insanlar xoşbəxt deyildir. Və ondan sonra artıq Covid yavaş-yavaş şeylərdən sonra artıq in-person görüşlər, IRL-lər deyirlər, başladılar geri gəlməyə. Birinci, şirkətlər daha çox buna
belə ürək eləmirdilər ilkin olaraq insanları bir araya gətirmək, yəni birdən yenə də Covid yayılar və s. amma insanlar volunteerli başladı kiçik qruplar şəklində bir araya gəlməyə və bu vaxt artıq ChatGPT-də artıq launch olandan sonra 2022-də nə baş verdi? İnsanlar artıq başladılar gəlib bir araya gəlirik, okey. AI hər kəs yenidən elə bir ki, öyrənmə şeyindədir. Çünki bu hamının üçün bu elə ki, playground-u, sahəni sıfırladı. İnsanlar öyrənmək istəyir. Bunun üçün ən yaxşı bir şey learn by doing məsələsi və eyni zamanda da ki, AI ilə artıq daha sürətli eləyə bilirdim müəyyən engineering taskları falan. Ona görə onun üçün də biri var ki, sənə məsələn bir həftəlik hackathon biraz effektiv deyil. İnsanlar işləyən insanlar var o sırada. Ona görə daha çox bəlkə əvvəllər tələbələr və sair vaxtı daha çox olan insanlar qatıla bilirdi. Amma artıq AI-in gəlməyi, Covid-dən sonraki dediyim bu faktor, bu ikisi bir araya gəldi və nə baş verdi? İnsanlar artıq bir günlük hackathon modeli ortaya çıxdı. İnsanlar orada məsələn bir günlük ki villalar falan var. Məsəl üçün onlar icazə götürür, onun adını qoyurlar Hacker House-lar. Hacker House-lar başda volunteerli insanlarla 5-6 nəfər bir yerdə qalır, evi biraz geniş götürür. Həftə sonu ki mən burada hackathon edirəm filan mövzuda, özlərinə maraqlı və belə başladı Beriyada bu populyarlıq qazanmağa. Bu community-dən başladı. Bu artıq geniş vüsət alandan sonra artıq şirkətlər də gördülər ki, ora gedən məsəl üçün talent pool var və s. Biri var ki, mən meetup-a gedirəm, deyirəm hamı qulaq asdı, yedi içdi, getdi evə. Bir də var ki, hackathonda gəlin mənim məhsulumu 100 dənə fərqli sayda onu developer şey eləyir. Onlar bug report eləyirlər. Bunun hiring tərəfi var. Bunun gedib onu socialda yazma tərəfi və s. və bu şəkildə şirkətlər də artıq böyük qoşuldu bu hərəkata və hackathon daha da belə deyək də. Bu hackathon səncə daha çox networking üçündür, yoxsa real məhsul falan yaratmaq üçün? Yəni hackathon orada səncə məsələn hackathona qoşulan bir adam nə əldə edə bilər daha çox? Mən əslində məsələ ondadır ki, sən adi meetup-a gedirsənsə, ancaq danışmaq networking. Hamı deyəcək ki, mən bu sahələri belə bilirəm, bu sahə və s. Yəni orada sən real doer-lə, yəni iş görənlə iş görməyəni ayıra bilmirsən. Amma sən hackathona gedəndə o artıq baxırsan kim durub söhbət edir, kim əlində laptop nəsə eləyir, kim nəsə sual verir, nə edir. Sən mənə görə orada hackathonda məni network eləmək daha asandır. Boş adamlar davamlı da hackathona gedəndə görürsən ki, kim boş adamdır, kimsə nəsə eləyir, axırda da gəlir göstərir və s. Ona görə bir növ əslində elə ən effektiv networking mənə görə hackathondadır ki, çünki müəyyən bir qrup insanlar formalaşır ki, artıq müəyyən bir baketə qoyanlar gəlirlər, yeyirlər, içirlər, talka qulaq asırlar, meetup variantı da. Sonraları məsəl üçün biraz da nə bilim VC falan axtaranı kim nəyə kimi, amma o hackathon onun üçün deyil. Hackathon onun üçün sən gəlib orada məhsul və ya hər hansı bir research eləyib onu axırda göstərəsən. Və sənə deyim ki, artıq bu toollar və s. inkişaf elədikcə bu Hacker House-dar o insanlar artıq hackathon özünə artıq giriş əldə edə bilmir. Bir də keçən biz MIT-də görüşmüşdük səninlə. Orada qəşəng bir nüansa toxundun. Dedin ki, xaricdə məsələn Amerikada hackathonlara daha yaşı çox olan insanlar da gəlir. Hətta demişdin orada gedib hackathon keçirilən binanın ya evin ətrafında milyonluq maşınlar orada sən görə bilərsən. Amma bizdə daha çox tələbələr gəlir, bu tip baxırlar və orada bir nüansı da bir növ narazılıq kimi qeyd etdim ki, bizdə sanki ondan tam o faydanı ala bilmirlər. Məsələn, sonuncu hackathonda bir növ bu formada olmuşdu. Məsələn, sən istəyirsən ki, bu hackathona gələn insanlar, bu MIT-ə gələn insanlar biraz necə deyim, oradakı müəyyən şəxslərdən bir biliklər toplasın, təcrübələrini əldə eləsin. Bizdə biraz elə deyil. Gəlirlər, məsələn, məndə də bəzən elə olur. Oturursan, qulaq asırsan, все çıxdın, getdin. Yəni sən nə fikirləsən bu barədə? Yəni tamam doğru qeyd edin ki, birinci gələn insan nəyə görə hackathona gəldiyini bilməlidir. O hackathona da dəyişə bilər. Məsələn, elə hackathon var ki, mən gedirəm ora Jeff-ni, Andrew Engine-i sırf gedim sual verə bilim, ona sual verənə qulaq asım, onun özünə bir şəkil çəkdirməyim. Yəni ki, o spikerlər üçün məsələn hackathona gedəndə mən öz layihəmi oturub eləməkdən daha çox birinci o insanlarla maksimum vaxt keçirməyi şey düşünürsən. Onlardan nəsə bir öyrənim. Çünki o insanların məsəl üçün
YouTube-da və s. fərqlidirlər. Onun in person, yəni onların fikirləri də, fərqli fikirləri də olur. Məsələn, mən deyək ki, olub ki, danışmır, Siri-ni yaradan bir insanla danışanda məsələn, o başqa qəşəng Steve Jobs-dan belə elədi, o gəldi mənə dedi, Siri-niyə görə oldu. Yəni elə detalları məsələn maraqlı söhbət edir ki, sən onu məsələn nə YouTube-da və s. Ona nə deyirlər, nə bilim unscripted və yaxud nəsə, yəni unrecorded talk. Yəni birinci məsələn mənə görə Beyriyada ki də odur ki, o tip insanlarla sən birbaşa kommunikasiya qura bilirsən deyə hamını istifadə edir. Peter Norvik'in AI kitabı məsələn bütün nə qədər və o insanı təsəvvür fiziki olaraq görürsən, tanıyırsan. Bu insan artıq kitabı oxuyanda bunun fikirlərini özün həyatdakı versiyasına şeyirsən. Yəni bir növ mənə görə birinci məsələn odur ki, burada da olsa, yəni məsələn mən deyək ki, gəlmişəm, mən bir neçə il qabaq da gələndə Silikon Vadisi səfər var idi. Yəni adam elə istəyir ki, maksimum onlardan öyrənsin, orada necədir, bizdə necədir. Biraz da yəni curiosity. Yəni ki, bir növ düşünürəm ki, biraz daha çox curious, biraz daha çox şey ola bilərik də inisiator. Yəni oturub gözləmək lazımdır ki, kimsə gəlib mənə söhbət eləsin, kimsə gəlsin mənə nəsə versin. Yəni mən nə verə bilərəm, mən nə verə bilərəm və qarşıdakı da mənə nə verə bilərsiz. Sən özün o mitdə də danışırdın bu barədə, o networkingin önəmindən danışırdın ki, mən X bir adama filan tərəfdən yardımcı olanda, mən o təbii ki, sən o məqsədlə eləməsən də, o da hardasa sənə bu formada yardımcı olur və bu bir hörümçək toru kimi sənin networkingin yaranacaq. Hansı ki, sənin bu günləri networkingin tamam çox geniş bir networkingin var. Yəni sən deyən kimi hörümçək məsələ, orada favor exchange deyə bir term var. Mən sonra bəzən ingiliscə istifadə edirəm çünki daha yəni ki, deyək ki, mən sənə burada nə bilim bir şey rica eləyirəmsə, sən eləyirsənsə, sən də sonra. Yəni bir növ məsələn transactional tərəfi də var, amma məcbur deyilsən. Amma yenə də kimsə mənə eləyəcək nə vaxtsa deyə də eləməli deyilsən. Məncə sadəcə olaraq eləməlisən. Amma çox insan var ki, həmişə geri nəsə o jestə nəyə qarşılıq vermək istəyir. Yəni insanın içində bu onları xoşbəxt edir. Yəni amma elə insanlar var ki, içindən də gəlmir, okeydir. Yəni amma o içindən bir insanın gəlmirsə, o demək deyil ki, mən heç kim eləməməliyəm deyə bir şey. Onun formulasındakı daha çox eləməlisən ki, o ratio, o etməyənlərin sayı azalsın, o sənə bir emotional təsir eləməsin. Zaten elə olur. Yəni normal insan bir kömək mi deyim, yardım mı deyim bu və ya hər hansı bir şey də eləyəndə demir ki, mən də bundan filan şey istəyim. Sadəcə həyat bəzən elə gətirir ki, deyirsən ki, bax mən belə bir adamla tanış olmuşdum. Bəlkə bir zəng atsam o mənə yardımcı olacaqsa. Məsələn, mənim networkimdə ətrafında indi az da olsa o formada yanaşıram. Mənə maraqlı olan bir hissələrdən biri də nədir? Sən San Fransiskoda yaşayırsan, yəni yenə yaşayacaqsan yəqin ki. Neçənci ildə Azərbaycandan getdin? Niyə Azərbaycandan getdin? Və səncə Azərbaycandan getməsə idin, bu günlər bu qədər uğurlu olardımı? Bu qədər böyük networkingin olardımı? Mən geri edirəm. Məncə sən olduğun yerdə ümumiyyətlə uğurlu olmalısan. İstənilən yerdə, istənilən Afrikada da olsun. Hə, bəzən də baxırsan ki, mən burada olum, bu bazar balacadır, mən daha böyük oynamaq istəyirəm də var. Hə, onda növbəti şey nədir? Məsələn, Avropa və yaxud da ki, sadəcə olaraq gedim, yəni ki, dünyanı başa düşməyəcəm. Mən məsələn 6 ilə yaxın telekomda işləyirdim, Bakseldə, ZTE-də, Huawei-də. Nə bilim orada Qazaxstanda işlədim, getdim, Türkiyədə işlədim, Azərbaycanda. Sadəcə o bir növ məndə içimdə həmişə belə sual verdi ki, bu telekom ümumiyyətlə mənim şeyimdir. Çünki mən tam tutmamışdım ki, mən bunu ona görə məsəl üçün BPA də imtahan verdim, ona da buna da yəni özümü tapmağa çalışırdım ki, mən ümumiyyətlə nədən zövq alıram, mən nəyi sevirəm. Nəyisə eləyirəm, görürəm ki, mən elə bir ki, adamın içində bir hiss yaranır ki, mən potensialım daha yuxarı, mən daha çox şey eləyə bilərəm. Ona görə nə edirsən? Başlayırsan elə bir ki, nə var ətrafında onlar bütün pushing all cylinders də. Yəni nə bilim Cisco-dan kurs var, ona da gedirəm, nə AutoCAD-dan kurs var, ona da gedirəm, nə bilim falan şey. Yəni bu istedadı tam bilmirsənsə hardadır, sənin məsəl üçün nə lifelong nəyisə commit edə bilərsən. Yəni ki, bütün mümkün variantları test edirsən brute forcing-lə. Hə, onu mən də o stage elədim. Telekomda mən hiss edirdim ki, mən uğurluyam. 60-a yaxın Huawei-də çıxmamış məsəl üçün mühəndislə, məsələn engineering məsəl üçün də C-level-la danışırdıq, reporting eləsək, uğurlu həqiqətən də çox karyeramın pik nöqtəsində. Yəni Azərbaycanda da gedirdim, nə bilim Bakselə də, yəni nar falan, yəni product hər şey uğurlu. Yəni mən burdan
şey olaraq bir səbəbim yox idi ki, yəni burada mən xoşbəxt deyiləm və yaxud da şey. Amma sadəcə olaraq istəyirsən ki, bir növ insan üçün olur ki, elə bir ki, məncə elə bir ki, daha yuxarı leveldə oynayır. Amma bilmirdim mən. Çünki mənim ətrafımda vizyon olaraq limitim var idi. Mənim də yəni ki, Məncə bizim o sən dedi baxış sözünü desən, məncə bizim o ölkə olaraq müəyyən bir limitlər var. Sən o limitləri aşmaq üçün artıq bir yerə çıxmalısan. Mən özümdə də onu bir müddətdən sonra hiss eləyirəm. Amma ki məncə birinci bu olduğun yerdə sən uğurlu olmalısan. Əgər o formula eynidir. Yəni okey, mən bir şey maraqlı. Sən olduğun yerdə əgər uğurlusansa, sən zaten bir başqa bir ölkəyə, bir mədəniyyətə köçəndə, sən zaten buradakı hər şey sıfırlayıb getmiş sayılmırsan. bəli. Mənə də o ləzzət eləyir ki, məsəl üçün mən Hə, sən burada uğurlu olursa bir növ yəni sıfırdan startupı başlamaq satırlar o. Hə, yəni ki, mən komfort zonasına girmək xoşlamıram da. Bəlkə də mən getdikcə sən deyirsən ki, burada qalsaydım telekomda. Çünki mən maksimumuna pikinə çıxmışam da. Bəlkə də mənim artıq vizyonum limitlidir. Mən next məsəl şeyi görə bilmirəm ki, məsələn mən bundan daha uğurlu olmaq nə deməkdir və yaxud da nədir. Yəni varım, təbii ki, amma mənim vizyonum elə bir ki, kifayət qədər deyil ki, mən onun arxasınca gedim də action olaraq. Ki biri var ki, nə bilim, Amerikada məsəl üçün mühəndis olursan, nə bilim, sonra gedirsən OpenAI işləyirsən, nə bilim Google işləyirsən, ondan sonra çıxırsan startup edirsən, şey edirsən 100 milyard. Yəni bir növ orada uğuru define olunmuş milestone'lar var ki, cəmiyyətində qəbul edilir və s. və insanlar biraz daha çox asandır. Məncə ilk dəfə Silikon Vadisi adını Fransada oxuyanda eşitdim. 2016-cı ildə. Mən o vaxta qədər düşün ki, telekomda işləyirəm, uğurlan və s. Mən elə bilmirdim ki, Silikon Vadisi deyə bir yer var, orada məsələn bütün tək şirkət. Çünki mən Fransada oxuyanda Nice-də oxuyurdum. Fransada master oxumusan? Aha. Oradakı gördüm ki, artıq security təhlükəsizlik sahəsi, yəni bir növ böyük şirkətlərdə belə boşluqlar var o sahədə. Hə, dedim ki, hə, bir növ kariyer next step kimi. Çünki mobile gördüm ki, mənə excited gəlmir də. Yəni oxuyuram, eləyirəm, amma bundan o tərəfə özümü develop eləyə bilərəm, amma o mənə şey gəlmir də, bir növ əzbərçilik şeyi gəlir ki, müəyyən mənada. Yəni ehtiyac da olmur. Düşür ki, bir işi eləmək üçün sənə bu qədər bilik lazımdır. Yəni sən bu qədər də olsa bu işi görmək üçün bu qədər lazımdır da. Bir növ onda sən o qədər motivasiyalı olmursan da, daha çox inkişaf öz üzərində inkişaf eləməyə və s. Hə, ona görə məsəl üçün təhlükəsizlik sahəsində oxudum. O da yəni bir növ oranın engineering schoolunda mən artıq hiss elədim ki, bəli, mənim elə bir ki, o engineeringdə qəblərim var. Onları bir il, yəni davamlı olaraq consistently şeylərim. Birinci semestr daha çox çətin idi. Ondan sonra orada artıq researchdə orada işləyəndən sonra və s. Hə, o da ki, Amerikadan yəni bir LinkedIn-dən bir mesaj gəldi ki, burada bir illik exchange gəlib işləmə intervyunu keçəndən sonra mən də elə keçdim, engineering şirkətindən getdim. Hə, artıq mənim vizyonum da açıldı. Elə bir ki, mən Avropada skill qazandım. Engineering necə olur? Ki, məsələn, Fransada işləyəndən sonra, biraz da Almaniyada researchdə, hə, orada gördüm ki, wow da, yəni əslində əsl engineering kernelli məsəl üçün təzədən compile-lamaya və s. Yəni o dərslərin o research tərəfi olmağı məsəl üçün mən həqiqətən də challenge elədi. Eyni vaxtda da ki, görüm ki, hə, yəni ki, how it should be engineering. Hə, o artıq mənə o background o verdi deyə mən artıq gedib Amerikada artıq belə deyək də o fundamentin üzərində engineering rollarında çalışa bildim, işləyə bildim. Amma Amerikada gedəndən sonra mən artıq özümü tapma şeyi var ya. Onu artıq istədim ki, bəli də. Elə ki, bu bazar belədir. Burada bu variantlar var və mən özümü burada görürəm. Onu məsələn mən Amerikada vizyon formalaşması. Yəni iç rahatlama olur ki, artıq hə mən özümü artıq burada tapıram. Çünki sən Amerika yerinə gələr, Fransa, bildiyim qədər Almaniyada olmusan, müxtəlif ölkələrdə oldun və artıq Amerikada özünü bir növ tapmaq kimi bir şey oldu. Or sən elə bir ki, Fransa məni yaxşı mühəndis elədi. Amerika isə məni yaxşı entrepreneur elədi. Yəni ki, bir növ təkcə engineering də kifayətdir. Onu sata bilir. Onun product tərəfi, o bir engineering, nə bilim, müəyyən bir texnologiyanı satma, entrepreneur tərəfi. Hətta bir çox şey satmaq üzərində. İnsan özünü satması, produktu satması. Bəzən bizdə o şey tam başa düşmürlər. Məsələn, olur bəzən deyir, çox yaxşı mühəndisdir, çox savadlıdır, amma iş tapa bilmir. Çünki özün sata bilmir. Elə bir dənə CV var, məsələn, onunla ancaq atır, ancaq iş axtarmağa çalışır. Ona yaxşı mühəndis deməzdim. Yəni nə qədər sərt səslənsə də. Çünki mühəndisin
dik mənə görə problem həll etməkdir. Kod yazmaq, nə etmək, bunlar hamısı belə deyək də yol üstü sənə lazım olan şeylərdir. Yəni intellekt IQ səviyyəsi o 10 dənə testdən 9-unu yazmaqla alınmır. İntellekt, əsl intellekt odur ki, mən bunu istəyirəm və ona getmək üçün breakdown edirəm. Mənə 5 step lazımdır. O 5-ni edirəm, o hədəfə çatıram. Yəni problem solvingdir. Yəni mühəndislik və yaxud da ki, ümumiyyətlə insan deyil, problem solvingdir ki, mən istəyirəm məsəl üçün 3 il sonra filan nöqtədə olum və mən baxıram ki, mən onun üçün bu gün nə etməliyəm, sabah nə etməliyəm və elə yavaş-yavaş o hədəfə doğru irəliləyirəm. Ona görə sən iş tapmamaq onun özünü bir problem kimi götürsək, mən niyə iş tapmıram və mən nəyi düzələmirəm? Yəni o təkcə mən gedim ancaq kod yazım və ya təkcə gedim networking eləyim, təkcə onu eləyim, bunu eləyim deyil də. Sən həkimə də gedəndə elə bir ki, başın ağrıyır. Biri var ki, deyir ki, hə bu al 50 dənə tabı bir dəfəyə at. Yəni orada detallı ondadır ki, məsələn gündə bir dənə atasan, sonra ölçəsən, baxasan, ağrımırsa atmayasan, odur, budur. Bu məsələ detallardadır yəni. Amma bir insan mənə gəlir deyir, məsələn iş tapa bilmirəm və 6 ay sonra gəl iş tapa bilmirəm və hələ də o niyyəsini bilmirsə, məncə burada ona yaxşı mühəndis demək biraz doğru çıxmaz yəni. Doğru, mən də o formada fikirləşirəm. Biraz da bizim bu startap mühitdən danışmaq istəyirəm. Sualım odur ki, səncə Azərbaycanda startap ekosistemi var yoxsa sadəcə tədbirlər olur? Startap tədbirləri. Yəni izləməmişəm ki, olaraq ölkədə yenə startap odur, budur nədir. Sizə öz fikrimi deyirəm, orada necə görürəm. Yəni oradan Azərbaycanı necə görsən? Yox, oradan ümumiyyətlə necə görürəm. Yəni sadəcə müəyyən startap founderda uğurlu startap founderlar orada görürəm necə olur. Belə uğursa, yəni bir növ müəyyən bir observationlarım var ki, müşahidələrim var ki, hə necə olmalıdır. Hə, yəni burada spesifik mən deyə bilmərəm ki, tam əlimdə statistikli yoxdur. Aysan. Ki, məsələn müəyyən bir uğurlu təbii ki, founderlarımız var. WeTravel qərib məsəl üçün ən uğurlulardan sonra IOMT, Vüsal Dadalov, sonra Polygraph məsəl üçün Yaqub və komandası məsələn. Yəni kifayət qədər uşaqlar göstərir ki, yəni burdan Azərbaycan mühəndislərinin çıxdığı məsələn startap ekosistemində uğurlu var. İndi gəlirik məsəl üçün məsələyə sən deyən kimi ki, tədbir olur, olmur. Tədbir nə qədər çox olsa bir o qədər yaxşı. Amerikada, Bay Areada yəni onu mən həmişə deyirəm ki, uğurlu edən onların insanları davamlı bir araya gətirmə platformalarıdır. Yəni RSA oradan olur, və bunlar hamısı volunteer insanlar tərəfindən başlayır. Bu nə dövlət eləyir, nə bir şey. Yəni insanlar Apache-si, yəni open source-lar, bunlar hamısı individual çalışan insanlardır. Gəl ki, biri mən Azərbaycanda eləmişdim. Aysan, yəni inisiativ. Yəni oturub heç kimdən heç nə gözləmir. Yəni bunu qəbul etmək lazımdır ki, yəni ki, məsəl üçün mən də QAP-a başlayanda təcrübə bölüşməsi istəyirdim. Gördüm məsəl üçün nəsə uzundur proses, hardasa necə çıxıb. Dedim, okeydim, yəqin mənim kimi nə qədər insan var ki, xaricdə təcrübə bölüşməsi istəyir, amma belə bir əksesləri falan yoxdur. Okey. Mikrofonu aldım, bu da toollar, başa düşdün, şeylədik, məsəl üçün community manager falan tapdıq, başladıq danışmağa. Ona görə bir növ tədbir azdır ki, çox deyil. AWS-in Community Builder proqramında dönənə qədər yalnız mən edim, məsəl üçün bildiyimə qədər, bilmirəm. Azərbaycan vuranda heç nə çıxmırdı, yəni inşallah bu ilə olar. Məsələn, Google-un məsələn Summer of Code proqramı vardı, təəssüf ki, yəni mən düzdür Amerika, mən də location göstərirəm, amma Azərbaycanda yoxdur. Amma halbuki onlarla bağlı problem ondur ki, insanlar danışmırlar. Yəni tədbirlər olsa, bir növ maarifləndirici olsa insanlar. Ona görə məncə hətta tədbir sayı çox azdır. Birincisi bunu artırmaq lazımdır. Pis, yaxşı keyfiyyət onu bazar özü müəyyənləşdirəcək, insanlar özü müəyyənləşdirəcək. Pis eləyirsən gələn olmayacaq, yaxşı eləyirsən çox gələn olacaq. Bir növ o startap üçün və s. Özdə bu dəqiqə hər şey kontentin üzərindədir, özün bilirsən. Yəni venue falan məsələsi də deyil. Oradan 6 mərtəbəli uşaqlar alıblar, gəliblər, hər bir mərtəbənin community verir. Onda mən ilkin şeylərində də join olmuşdum. Məsələ onda idi ki, artıq venue məsələsidir, artıq contentdir. Content üçün də sən insanları bir araya gətirməlisən, şəkil çəkdirməlidir, nə etməlidir, hackathon eləməlidir, nə etməlidir. Buna görə istənilən startupın da şeyi güclü foundation olmalıdır. Bu bir məsələ. İkinci bir məsələ, startuplarımız niyə fail edir? Bir növ məncə expectationları o gündə danışdığımız kimi yuxarıdır. Yəni birinci startup eləyən bir insan iş tapa bilmir deyə startup eləməməlidir.
bir məsələ. İkinci bir məsələ, startup elə produkt elə insanın özüdür. O deməkdir ki, onun sosial şəbəkədə aktiv olmalıdır. Öz sahəsi üzrə, hansı sahə üzrə, bəzən hətta deyərdim ki, məhsuldan öncə o sahədə kontent yaratmağa başlamalı. Deyək ki, full time işləyir, filan sahədə həvəsi var, düşünür startup eləyəcək növbəti 2 il ərzində. O nöqtəyə vurmalıdır ki, kontentlə bağlı. Araşdırmalar eləməlidir, paylaşmalıdır ki, yəni məni SME, knowledge matter expert kimi insanlar onu bir dəfə tanısınlar. Ondan sonra yəni düşün ki, bir insan bir məsəl üçün biləndə ki, bu insan məsələn bu problemi başa düşür. Heç o məhsulu sənə göstərməsə də, səndə o trust yaranır, confidence yaranır ki, bəli, bu mənim problemi həll edə bilər. Çünki birincisi o mənim problemi başa düşür. Ondan sonra gəl həlli saat nə ilə, məsəl üçün nə ilə. Məncə o növbəti stadiyadır. Ona görə bir növ deyərdim ki, startup founderları bir növ bu istiqamətdə hazırlamaq lazımdır ki, siz gedin uğurlu ümumiyyətlə bu sahənin, bu domendə olan şirkətlərdə çalışın, uğurlu olun. Göstərin ki, bəli də, yəni mən bu sahədə işləyən 10 mühəndisdən biriyəm. Ondan sonra məsəl üçün siz inanın ki, mənə sizə gəlib insanlar pulun verəcək ki, siz işdən çıxıb o sahədə startup eləyəsiniz. İstər müştərisi, istər də venture. Nə qədər insan var ki, mənə bu dəqiqə nə vaxt startup eləyirsən, nə edirsən, və ya mənə pitch deck lazımdır. Yəni həqiqətən də nə qədər VC partnerlərlə danışıram, hackathon proyekti bizə gəlin investisiya eləyək, amma onu davam etmək. Yəni bir növ halbuki mən heç birdə nə founder yazmışam indiyə qədər, nə məsəl üçün də demişəm ki, bu mənim produktımdır, eləyin. Ona görə bir də deyərdim ki, məhsuldan öncə özünüzü hazırlayın. Founder, entrepreneur, insanlar sizi tanısın, olsun. Ondan sonra gətirin ki, bu da mənim məhsulumdur. Bir də belə bir şey danışırdıq biz MIT-də. İstərdim onun haqqında geniş fikrini alım. Sən deyirdin ki, məsələn, bizdə necə olur? Startup quranda birbaşa çox yüksək məbləğlərdə qazancı hədəfləyir. Amma halbuki əvvəlcə öz maaşını çıxaracaq bir ideya qoymalıdır ortaya ki, bir müddət öz maaşını çıxarsın. Məsələn, 3000 alırsa, 3000 çıxardacaq bir startup. Daha sonradan artıq söz səndədir. Sən daha sonradan nə etməlidir? Yəni burada məsələ nə etdiyiniz önəmlidir, niyə etdiyiniz önəmlidir. İndi götürək bir insanın 2 dənə yolu var da, ya bu gedib full time çalışacaq, maaşlı işdə işləyəcək, hansı ki o da okeydir. Yəni bizdə Amerikada kifayət qədər mühəndis var ki, deyir gedim OpenAI-də işləyim, 1 milyon ildə qazanım, startupın riskindən onu elə bunu, yəni ondan deal eləmək istəmir. Yəni və statistically əgər siz daha çox Amerikadan da məsələn pul qazanmaq istəyirsinizsə, yəni statistically sizin gedib bir korporatda işləməyiniz daha məsləhətdir, məsələn startup eləmək. Startup könül işidir. Amma könül işi də pulsuz. Könül işidir. Bu sözü balına keçirəm. Bəzən olur, sən özün də qeyd eləmişsən, startupı sırf startup edirəm deyə eləyənlər də çoxdur. Əsasında mən Azərbaycanda rast gəlirəm. Bəzən olur mənə deyirlər ki, məsələn, gəl hər hansı bir ideya üzərində məsələn fokuslanaq. Mən ideyaya baxıram. Əgər mən həmişə bunu deyirəm də, yaxın dostlarım da olsun, mənə əgər mən bir işə, bir startup olsun, nə fərqi yoxdur, inanmıramsa, mən nə o adamın vaxtını alıram, nə də özümə belə əziyyət çəkirəm ki, bəlkə tutdu, pul qazandım. Yəni bizdə məncə sən dediyin kimi yəni belə olmalıdır əslində. Startup könül işi olmalıdır. Sən o ideyaya inanmalısan. Məsələn, hansı ki mən Facebook konf hazırlayanda tədbir idi. Heç kəs belə deyək, başlayanda yanında yox idi. Daha sonradan artıq o sənin o dediyin o networkingim hərə bir tərəfdən bir şeyə dəstək oldu da. Yəni Qoap da müəyyən şeylərdə mənə dəstək oldu. Nədir məsələ? Orada ona o qədər inanırdın ki, onu sən axşamlar da daha işləyirdin, səhər də işləyirdin, ideya axtarış, bir özün üçün daha sonradan Notion'da bir sistem hazırlayırsan, məsələn bu gün birinci bu hissəsini hazırlayacağam bu tədbirin, sonra bu hissəsinə inanırsan. Görürsən ki, inandığın işi işləmək, inandığın bir produkta yatırım eləmək daha faydalıdır. Yəni sən zövq aldığın işdə uğurlu alırsan. Mənə görə həmişə çox vaxt məsələn hackathonda da, nə bilim, əlavə side proyektlərdə də həmişə öz problemlərimi həll etməyə çalışıram. Çünki heç kim istifadə eləməsə də bu waste of time dedi. Mən bu problem var idi. Məsəl üçün də o JobHacks platforması qurmuşdum, universitetdə satdıq falan. Yəni ki
işlərə müraciət edindən prosta biraz da tənbəllik, hə track eləmək, nə etmək. Hə bir dənə tool yazdıq, bütün e-mail login oluram, bütün o iş LinkedIn-də falan apply-ları gətirir, bir dənə dashboardda göstərir ki, hə hara apply, nə vaxt apply eləmisən, nə etmisən. Hə və ondan sonra da move eləyirəm, bir dənə Trello dashboard kimi qutardı gedir. Amma bir də baxdım universitetdə amma hamı bütün tələbələr məsələn maraq göstərir, nə edir. Mən o tezisdə onun istiqamətdə yazdım. Yəni ki, əgər qırağa getməyə ehtiyac yoxdur da, özünüzün götürün, nə bilim, yaxınlarınızın problemini götürün. Məsələn, həqiqətən də mən mentorluq xoşuma gələn cəhətlərindən biri. Yaxınlaşan birinci deyir məsəl üçün skin care üzrə məsələn AI tətbiq edəcəm. Hə deyirəm niyə görə why? Həm siz motivasiya nədir? Hə deyir məsəl üçün çünki mənim özümün skin problemim var. Nə və yaxud da autizmlə uşaqlara məsəl üçün bu tool yazma. Niyə görə? Hə qardaşım məsəl üçün bu xəstəliyi var. Yəni motivasiya. O why olanda sənə maraqlı deyil ki, bununla bazarı nə boşdadır, nə bilim müştərisi olacaq, olmayacaq. Məsələn, Open Clone yazan məsəl üçün, hə özüm deyir ki, hə WhatsApp-la məsəl üçün idarə etmək istirdim agenti, hə yazdım məsəl üçün. Yəni o kim ki pula görə, kimsə startup bir də overthinking eləyir. Mən düz görmürəm. Yəni bəlkə də var, bilmirəm. Yəni mən onların effektiv startup elədiyini görməmişəm. Amma kim ki sadəcə olaraq mənim bu problemim var, hə başqa toollar ya pul tələb eləyir və yaxud nəsə, yəni götürüb bir dənə yazdı nə nədir? O əslində daha belə scale tez gedir. Problemdən qaynaqlanır. O problemdən çıxan bir şey olur da. Hətta düşünmür də ki, bu məsəl üçün bu mənə pul gətirir. Çünki sən nə qədər insan var ki, orada product qalır qıraqda, vaxtını qoyur, pitch-dəki belə düzəldim, pitch-dəki belə. Yəni inanın ki mənə orada nə qədər VC var ki, mən heç pitch-dəksiz gedib qəbuluna pitch eləyərəm. Yəni verbal və yaxud bir dənə coffee üzərindən. Yəni o pitch deck falan o şeylərdə gedib perfect olmaq, ay belə qurmaq, yəni it's a waste of time. Yəni siz problemi həll edəndən sonra sizin elə müştərilər elə özləri ilə maraqlı olacaq ki, siz uğurlu olasınız. O da olandan sonra, yəni elə bir də görürəm müştəri özü gedəcək venture-lar sizi intro eləyəcək, nə edəcək. Ona görə məncə müştəri qalır qıraqda bütün hər şeyə fokuslanır. Məsələn, müəyyən bir founder. Orada da var, burada da mən demirəm, yəni Azərbaycanda spesifik. Ona görə deyərdim ki, ya özünüz müştəri, ya da ki müştəriniz X bir insandır, onu 10x uğurlu eləmək sizin hədəfinizdir. Yəni 1000 manat alacaqsınızsa o insandan, onu 10.000 manatı necə məhsul olaraq, dəyər olaraq deyək ki, qazandıra bilərsiniz. Gecə-gündüz onun üzərində çalışın. O inanın ki 10.000 value qazanandan sonra sizə 1000 istəyəndə deyəcək yox, al bu 2000 də əlavə, amma tək mən bu işdən məsələn 10.000 bir dəyər qazanır. Elə startup demişkən Azərbaycanda bizim də tərəfdaşımız olan bir şirkət var, Workaz. Workaz bu videonun tərəfdaşıdır. Workaz nədir? Vakansiyalar, tədbirlər paylaşırlar və ən çox sevdiyim tərəfi nə oldu? Burada müxtəlif tədbirlər paylaşırlar və e-maillə əgər qeydiyyatdan keçsə sizə müəyyən bir vaxtdan bir e-maillə məsələn bu yaxınlarda süni intellekt agentləri necə yaradılır bir tədbir var, ödənişli və ödənişsiz detallı məlumat verirlər. Və bundan başqa da sevdiyim bir tərəfi nədir? Yerli mütəxəssislər tərəfindən video materiallar hazırlayırlar və bu video materiallara siz əldə edə bilərsiniz. Mustafa 20 kodu ilə də 20% endirim əldə edə bilərsiniz. Mən çox istərdim ki, bu tip platformalar çoxlu olsun və biz də faydalanalım. Nə qədər olsa da öz Azərbaycan dilimizdə kontentlərin çox olması çox yaxşı olur. Həmçinin siz bu platforma vasitəsilə CV yarada bilərsiniz, generasiya edə bilərsiniz. Hansı ki biz bunu əvvəllər xarici saytlardan edirdik. Artıq bizim də bu tip saytlarımız var. Dəstəyə görə sağ olsun Workaz. Deməli sizə bir dənə də sual vermək istəyirəm. Sual nədən ibarətdir? Sizin belə bir iddianız var. İddianı deyirəm. Tutmayacaq ideya yoxdur. Bu necə olur? Dostlar hazırlasın ideyaları. Yəni siz hansı işə sevgi ilə ürəklə yanaşırsınızsa, ya o iş həqiqətən tutacaq, ya da niyə tutmadığını biləcəksiniz, bunu fiks eləyəcəksiniz, o dönüb tutacaq. Ona görə istənilən halda bir işi bir adam olur, görsən, məsələn, yeməyi bişirmək, bəlkə də 2 adam eyni resept eləyir, birində dadlı alınır, birində alınmır. Çünki o qədər o sevgilə diqqət, o qədər o prezent olur ki, o qədər o detallara fikir verir ki, yəni məsələ detallardadır. Yəni bəlkə də o bir adam məsəl üçün duzu
bir dəfə elə götürür, elə bir dənə tökür, amma bu insan duzu tökəndə baxır o dənəciklərin sayı bu dəfə 5 idi. Onda dadlı oldu, onda nə bilim 7 oldu, dadlı olmadı. O detallardadır. Fərq. Ona görə mənə görə o ümumiyyətlə bir yanaşma tərzindədir məsələ. Ki orada da görürsən də, yəni yanaşması, işə yanaşması. Məsələn, mən Rasim Balayev orada da qeyd edirdim, gəlmişdim. Mən onu dinləndə zövq aldım. O mənim nə sahəm deyil, nə bir şey. Amma istənilən mən onda özümə conclusion oldu ki, istənilən sahəsində 1% olan insanları dinləmək zövq verir və onları birləşdirən bir cəhət var. Onlar o detalları vaxtını qoyub canlıdan perfectionist səviyyədə eləyirlər və o detallar da yığılır. Onlar o insanın o işin sənətkar olur, peşəkar olur da məsələn. Mən indi həqiqətən də 60-dan həqiqətən də ola bilər var. İnanıram ki, başqa bir insan da var ki, o da olur. Amma onlar mənim qədər bu dəqiqə Beriyada adı hallanmır. Və səbəb də ondadır ki, onlar 60 bəlkə də əlbəttə həqiqətən gedir. Ya solo gedir, ya eyni timlə gedir, ya eyni daha hazırlaşmış gedir və o barədə yazmır, fikrini paylaşmır, eksperiment aparmır, bildiyi uğurlu bir dənə nəsə bir şey varsa, çalışır o yolla da getməyə. Mən gedirəm məsəl üçün, bu dəfə gec gedəcəm. Görüm nə olacaq. Bu dəfə nə bilim 2 dənə laptopla demo eləyəcəm, görüm nə olacaq. Bu dəfə nə bilim 8 nəfərlik komanda ilə şey eləyəcəm. Nə bilim bu dəfə nə bilim falan şey eləyəcəm. O qədər o eksperimentləri eləyirəm ki, və insanlar artıq mənə gəlib artıq məsələn mentorluq eləyəndə deyəndə falan şey deyirəm get məsəl üçün GitHub-da mənim falan layihəm var. Və yaxud da ki, yox 5 nəfər eləmə çünki eləmişdi belə oldu. Yəni mən əslində insanların məsəl üçün mənə təşəkkür və sən həmişə geri döndükdə odur ki, yəni mən onlara nə etməklə bağlı qaydası verirəm. Şuşdan gəlir ki, falan şey deyirəm ki, buna görə. Ona görə experimentation. Çünki mən o qədər zövq alırdım ki, o experimentation. Mən maraqlı deyildim mən bu haqqında. Nə bilim $200 və ya prize aldım, nə etdim. Amma məsələ onda idi ki, o qədər experimentation eləmişdim ki, artıq istənilən həqiqətən confidence olaraq deyə bilirdim ki, mən bu həqiqətən qazanırım. Məsələn, o videolarda falan da var ki, deyirəm ki, biz bu həqiqətən qazandıq da. Məsələn, həqiqətən də birinci yer tutduq. AWS-in bir həqiqətən var idi. Deyirəm necə bilim. Deyirəm ki, o qədər experimentation eləmişəm ki, o qədər artıq şeyləri artıq bütün o komponentdə yerinə oturanda deyirəm ki, bu o tərəfi yoxdur da. Yəni high chance-la artıq predict eləyə bilərsən. Bir də belə bir nüans işlətmiş danışırdıq biz keçən dəfə. Sən deyirsən ki, məsələn, tədbirlərə gedəndə sən gərək o tədbir haqqında qabaqcadan çox detallı məlumatın olmalıdır. Ora kim gələcək? Yəni konkret məqsədli formada getməlisən. Sadəcə oturdum, dinlədim. Məsələn, mənim özümdə də o sözün mənə bir dərs kimi oldu. Məsələn, gedirsən, oturursan, spikerləri dinlədin, yox. Sən o spikerdən kənarda bir 5 dəqiqəni ayırıb o spikerdən bəlkə də faydalı bir məlumat əldə etmək və ya sən elədiyin kimi bilmirəm, kiməsə demişsin ki, məsələn, şəxsi yəqin sən xatırlayarsan, yəni mən sənə yardımcı ola bilərəm bu qrupun üzvü olaraq filan şeylərdə. Yəni bu barədə sənin fikirlərin maraqlıdır. Burada biz nəyi səhv eləyirik? Bu community qurmaq istəyən, yəni belə networking qurmaq istəyən insanlara nə məsləhətlər verərsən? Əslində o görüşdən inspire olandan sonra çıxdığım, yəni mənim üçün ki, bəzən sadə şeylərdir, hamı bilir, hamı şey eləyir. Biz gərək mürəkkəb şeyləri danışıq da, nə bilim, AI-in training, sonra baxdım ki, elə biz sadədən başlamalıyıq. Çünki çox insanlar sadəni şey eləmir və complicated suallar verir. Məsələn, mən işdə də o qədər görürdüm ki, yəni mühəndislər falan bir problem çıxır, debugging. Mən ona görə ən sevdiyim təbirlər debugging edir. Çünki hər kəs ya sual verməkdən qorxur ki, birdən mən dummy kimi çıxaram və yaxud da risk eləməkdən qorxur ki, bunu eləyərəm, bu komanda məsəl üçün nəsə bir şey olar, məsələn, nəsə sistem dayanar, başa düşdü. Və yaxud da ki, yəni bilmirəm, düşünmə prosesi var ki, insan onu biraz daha sadələşdirməlidir. Və indi sən deyən bu məqama da gələndə ümumiyyətlə bir olmusan bu olduğun yer, birinci orada ol, yəni be present və orada maksimum o qədər prezent olandan sonra maksimum sən necə məsəl üçün şey eləyə bilərsən də, faydalana bilərsən və yaxud da fayda qata bilərsən. Orada məsəl üçün 3 nəfər deyək ki, var idi ki, iş axtarır da, məsələn. Mənim şeyim olar, yaxınlaşır, mən necə kömək edə bilərəm? Məsəl üçün, gəlsən falan kəsdən. İnan ki, o jestlər, məsəl üçün o small jestlər, məsəl üçün, və yaxud da ki, sən də speaker kimi yaxınlaşırsan, məsəl üçün ki, ən azından o insanın yadında qalsın. Ona görə həmişə ən effektiv yer self-checkdir, amma məşhur. Ki o insan məsələn ona görə məsələn o insanlar hamısından məsəl üçün yadında qalırsan və yaxud da ki
sən onu paylaşandan sonra sosial bir təşəkkür edəndən sonra, yəni kimin xoşuna gəlmir ki, yəni kimsə bir getdin hardasa tədbirdə çalışdın, məsələn təşəkkür elədi. Yəni ki, niyə də yox? Hə, məsəl üçün də və yaxud da ki özünə. Yəni bir növ və yaxud da ki müəyyən bir fikirləri paylaşdın, orada gəlməyən insanlar var idi da məsəl üçün. Orada bir xeyli sual var da. Hə, getdim yazdım, mən bu günlər bu tədbirdən bu 3 dənə şey öyrəndim məsəl üçün də. Və mənə görə mən o Amerikada eləmişəm, mən həmişə düşünürəm ki, hə, mən Azərbaycandan kifayət qədər izləyənlər falan var. Onlar da ən azından Amerikada olmaya bilər, amma o tədbirdə də qatılmaya bilər və ya şey olur. Amma ki o əsas o 3 dənə öyrəndiyim şeyi qoy onlar da, yəni kimə maraqlıdırsa izləyə bilər. Ona görə artıq mənim məsələn o hackathonla bağlı şeyə ehtiyac yoxdur. İnsan hə bildi ki, mən bu hackathondur, məsələn bu falan kes. LinkedIn-də gəlib mənim postları izləsə, bütün kontentləri çalışıram, məsələn prezentasiyalar qoyum, kifayət eləyir. Bir növ öz leqasivisi, yəni kontentlə mən deyərdim ki, şey eləməlisiniz ki, əslində bəzən elə olur ki, heç bir insanı tanımırsan, gəlir sənə simpatiyası var, yəni şey var. Niyə görə? Sənin postlarını izlənib faydalana bilirsən. Yəni hər kəsə vaxt ayırım, gedim, dəyər qatım da deyir məsələn. Yəni bəzən o leqasi kimi qoyursunuz ora və bir də görsən ki, məsələn nə qədər olub ki, məsələn 3 il, 5 il sonra gəlir ki, məsələn falan vaxtı sən məsələn YouTube-da video izlədim, hə, hal-hazırda deyə Amerikaya məsələn götürdüm, gəldim. Yəni you never know da, yəni bir sözün, bir cümlən kiminsə həyatını dəyişə bilər və mən o şeyləri işlədim, mən hamıdan qabaq özüm xoşbəxtəm. O insan public mənə desə də, deməsə də və hardansa mənə gəlib çatanda da nə bilim, yəni mən sadəcə düşünürəm ki, biz o şeylərdən, o xırda şeylərdən zövq almağı da şey eləməliyik də. Yəni community qurmaq üçün pul lazımdır səncə? Məncə ümumiyyətlə heç nəyə pul lazım deyil. İstənilən yəni community olsun, istənilən nə bilim startup olsun, istənilən inisiativ olsun. O dediyim məsələ insan birinci vermək istəməlidir, ikincisi də nə verə bildiyini bilməlidir. Bilmirsə onu tapmalıdır və onu artırmağa çalışmalıdır ki, mən məsələn də deyək ki, community qurmaq məsələsi. Mənə görə ətrafımdakı 5 dostuma mən dəyər qata bilirəmsə, mən artıq community liderəm. Və yaxud da ki, ailə və məsələn, yəni bir növ kiçik başlamaq lazımdır. Hə, nə baş verir? Yavaş-yavaş o insanlar sayı da artır. Çünki sən nə baş verir? Sən 5 nəfəri verəndən sonra playbook eynidir də, insan nə qədər çox insanın işinə yarayırsan, nə qədər çox problem həll edirsən, bir növ yetişirsən, nə baş verir? Daha çox insanlar səndən artıq şey olur. Bir növ o 5 nəfər o necə həkimə getmirsən, yaxşı həkim olanda xəstələr başqa xəstə gətirir. Yəni ümumiyyətlə community formalaşması da normalda sən bir dəyər ortaya qoyandan sonra o community özü formal. Məsələn mənim qurduğum o 1000 nəfəri falan əslində çoxdur, bir neçə illər. Yəni sadəcə biz 1000 nəfər limitdə saxlayıram, çünki ümumiyyətlə community-nin limiti var. Onu serv eləyə bilmirsənsə, sayın mənası yoxdur. Serv elə biləcəyin community size-ını müəyyənləşdirməlisən. O community leader olaraq deyirsən və tutaq sən community leadsən və sən təbii ki, sən kömək edən müəyyən insanlar var. Onlar da müəyyən bir pozisiyalarda. Amma bu da bir effortdur da. Bu da bir onları müəyyən vaxtlarda araya gətirmək, onlara fayda qatmaq. Yəni bu sənə çətin gəlmirmi? Məsələn, sən Azərbaycanda məncə bilənlər bilir, çoxlu tədbirlər keçirsən də. Yəni bu sənə çətin gəlmirmi? Bezdiyin vaxtlar olmurmu? Və ya bəzən ola bilər ki, tədbirlərə maraq azdır. Deyirsən ki, bəlkə də mən bu insanlara bu lazım deyil. Yəni fikirləşdiyin vaxtlar olmurmu? Yəni bəlkə də onunla bağlı çox mənim adıma yazıla bilər, amma əslində mən işin kiçik bir hissəsini deyirəm, yəni məsəl üçün, yəni uzun müddət illərdə məsəl üçün malikdir, yəni özündə yəni volunteer olmusan, akşindir və s. Yəni əslində mən burada deyiləm, o uşaqlar yəni əziyyəti falan. Sadəcə mən deyirəm ki, hə məsələn tech brains mən düşünürəm ki, məsləhətdə format presentation belə olsun, belə eləyə. Hə burdan da məsəl üçün mən də hackathon lazımdır və yaxud da bunu. Sən dəyər yaradırsınız bu formada. Hətta yəni mən öz zövq aldığım, eləyə güclü olduğum tərəflər var ki, məsələn deyək ki, mənim işim yaxşıdır ki, məsələn bir yazmaqda 200 nəfərə oturum məsələn. Sən zövq alırsan bu. Hətta yəni mən o hissədə özümün zövq aldığım, özümün uğurlu belə deyək də, yaxşı eləyə bildiyim hissələri onu eləyirəm. Amma digər tərəflərindəki ətrafdakı məsələn hackathon orada 2 həftədən az müddətdə aviasiya ilə bağlı eləmişdim. 30 nəfəri volunteer komanda düzəltmişdim. Lazım idisə 30 nəfər də əlavə düzəldirdim. Prosta insanlar
yaxşı münasibət və sər olandan sonra sponsor da tapdıq, onu da tapdıq, bunu da. Yəni əslində resourcefulness məsələsidir. Yəni hamısını bütün mən özüm eləyim, vaxt qoyum deyil məsələ. Sadəcə o mən individual olaraq, insan deyir ki, məsələn, görüşmək istəməsə, getdi kofe içdi, məsələn, yarım saat, bir saat, bu insanı daha tanıdan başa düşdüm. Sonra mən bilirəm ki, bu insanı hansı işdə buna maraqlıdır, bunu nədir, onu məsələn cəlb eləyirəm. Bir növ strategik olaraq da yaxşı düşünə bilirsən deyə və ortaya da yaxşı iş çıxardırsan deyə insanlar artıq sənə nəsə eləmək istəyir, sənə məsəl üçün yardımçı olmaq istəyir və yaxud da ki, bir araya gəlib o vayı bir şey eləmək istəyir. Ona görə deyərəm ki, o iş olaraq hamısı mənim adıma yazıla bilər və ya amma əslində mən community və sair məsələn çox var. Sadəcə sistemi düzgün qurandan sonra, biləndən sonra məsəl üçün də, yəni ədalətli və sair doğru insanları bir araya gətirəndən sonra iş özünə şey olur. Yəni inisiativ göstərən də olur, bir-birinə kömək eləyəndə. Ona görə deyərəm ki, systematical thinking daha önəmlidir. Sən məsəl üçün ki, proses qurum 50 datı. Mən həmişə deyirəm ki, falan şey bununla bağlı qərar etmənim fikrimi şey deyil də, ehtiyac yox. Məsəl üçün deyək, burada düzdür, bəzən də boşluqlar da olur. Məsələn, yemək məsələsi də burada məsələn. Deyirəm ki, bu sizin verə biləcəyiniz qərardır. Yəni mənlə gəlməsin bürokratım ki, mən ona da şey eləyim. Nə bilim video çəkiliş, sən bilirsən ki, ən yaxşı bildiyim video məsəl üçün çalışın, bunu eləyim məsəl üçün. Qutardı get. Amma micromanage kimi get burada bunu eləyim, məndən icazə al şey eləyim. Bir növ məncə o lazımsız, unnecessary şeydir. Sən startup da quranda, şirkət də, yəni hamısı communitydir. Məncə bir növ o insanları da yorur yəni əslində. Məncə bu günlərdə hamının ağlında bir ideya var. Kiçik-kiçik hər kəs əsasda developerlar məsələn müəyyən bir startup qurmağa çalışırlar, orada kodlayırlar, bunu edirlər. Bəs onların qlobal bazara çıxması üçün nə tövsiyələr verə bilərsən? Yoxsa birinci lokal bazarda inkişaf eləsinlər, sonra qlobala, yoxsa əvvəldəndən qlobalı fikirləşsinlər, yoxsa qlobalı fikirləşsələr belə adam özü Azərbaycandadır, necə qlobala çıxa bilər, Avropaya çıxa bilər? Bu fikirlərim maraqlıdır. Bizim yaxın dostumuz, mentorumuzda, yəni Vuruq Hacıyevin bir dənə yaxşı sualı var. Ən birinci insanın o şeydən verməli olan sən kimsən? Məncə sən qlobal bazara da çıxanda, bazara çıxanda sən kimsən sualını və səni digərlərindən fərqləndirən nədir? Sualına cavab verməlisən. Yəni sən məhsulun yox sən individual olaraq. Ona görə deyərdim ki, mən birinci bu bazarda, Azərbaycan bazarında o sahə üzrə necə uğurlu ola bilərəm. Birinci Azərbaycan bazarında. Yəni məsələn də deyək burdayamsa, birinci məhsula baxır və birinci olduğum mühitdə, bu şərtlər daxilində mən bu sahədə necə uğurlu ola bilərəm? Top 1%-də. Yəni məsələn, mən deyək ki, bir dostumuz var idi. Los Angelesdə dog training ilə bağlı bir platforma düşünürdü. Mən dedim ki, okey. Burada 3 dənə hədəf var. Sən sual verirsən ki, mən Los Angelesdə top 3-də necə ən yaxşı veb saytı qura bilərəm, dog training ilə bağlı, ən yaxşı top 3-də dog trainer, yəni sertifikatı və s. ola bilərəm. Üçüncüsü də ki, mən o top 3-də necə bunu biznes şəklində sata bilərəm də. Yəni ki, bu social tərəfi ola bilər, yəni engagement video ola bilər, yəni kreativ şəkildəki ən çox məsəl üçün Instagramda follow edilən dog training məsəl üçün səhifəsi budur. Ən yaxşı, ən çox funksionallığı olan dog traininglə bağlı veb sayt budur. Yəni o nöqtəyə çatmaq. Yəni mən indi Azərbaycan bazarında da eyni şəkildə top 3-də bu segmentdə, bu marketdə mən necə ola bilərəm? Çünki playbook eynidir. Mən o communitydə startup qurmaqda eynidir. Ki bir şeyin topunda olmalısan. Burada sən topunda olandan sonra playbooku, hətta da burada da experimentation ucuzdur. Amerikada gəlib kirayə verməyəsiz, viza ilə uğraşmısınız, onu eləməsiz, bunu eləməsiz. Burada uğurlu olandan sonra sən deyirsən ki, okey də mən növbəti nə bilim regionda şey edə bilərəm. Və inanın ki, artıq müştəri də, venture də qlobaldan özləri sizi axtaracaq. Amma siz gəlirsiniz ki, mən heç bir backgroundum yoxdur, heç bir şey yoxdur, mən gedib milyardlıq şirkət quracağam. Amma o resonate eləmir insanlarla. Trust məsələsi, o birisi, bu birisi. Yəni mən deyirəm ki, məhsuldan qabaq birinci gedim bəlkə də deyin ki, mən Kubernetes-də nə bilim regionda gedib 3 dənə yerdə talk submit eləyəcəm, nə bilim talk verəcəm, nə bilim heç kim mənə opportunity verməsə özüm, yəni ki, YouTube kanal açıb məsələn bu sahədə özümü gəlişdirib paylaşacağam, eləyəcəm. Bir də bundan başlayın ki, mən 0-1, nə bilim yaxşı da, yəni ən yaxşı halda bu sahədə, bu istiqamətdə, yəni bu fokusda necə 1% ola bilərəm.
Onu olandan sonra inanın ki, yəni digər insanlar, digər hər kəs siz öz gəlib tapacaq. Siz artıq seçmə şeyin olacaq ki, hə 3 dənə VC-dən mənə yazıblar. Mən düşünürəm ki, mənə bu VC ilə maraqlıdır ki, məsələn, strateji olaraq ki, bu mənim potensial müştəri verməyəcəm. Amma gedim, amma prosta sadəcə olaraq insanlar mənə şans versinlər ki, mən nəsə eləyim. Onda ola bilsin ki, çox gün. Bəlkə də var ya, məsələn, mən sadəcə olaraq düşünürəm ki, o şansı özü üzərində. Məsələn, mən o Coffee Meet-ə məsəl üçün o günləri mən bilmirdim nə ki. Hə, onu paylaşdıq məsəl üçün. Hə, burdan məsəl üçün gəldi məsəl üçün filan şey oldu. Onu deyir. Məsələn, yəni mən durub planlı şəkildə gözləsəm ki, hə, gəlimsin məsəl üçün məni nə bilim filan yerdə çağırsınlar, mən nə edeyim? Çox gözləyəcəm. Daha effektiv və daha yaxşı idi. Bu format daha mənim xoşuma gəldi. Hə. Bir sualım da var. Azərbaycanı tərk edib qlobalda uğur qazananların ölkəyə ən böyük töhfəsi geri qayıtmaqdır, yoxsa olduqları yerdən körpü qurmaqdır? Mən əslində o gün, nə bilim, neçənci idi, çıxış eləyirdim, mən də getməmiş falan. 2015 ilində dediyim ki, bizə burada da adam lazımdır, orada da adam lazımdır. Sən əgər qlobalda məhsul danışmaq istəyirsən, yəni məncə nə qədər diverse olursa, mən də hətta deyərdim ki, alınsa digər millət. Mən Silikon vadisi nədir? Mən Koreyalı da dostum var, mənim Çinli də dostum var, nə bilim, mənim Hindistanlı da, nə bilim, başqa o və diversity. Vaxt mənim çalışdığım son Qlədidə 6 nəfərlik komanda hərəsi bir etnisitadan idi, hərəsi bir backgrounddan idi. İnan ki, o qədər gözəl ortaya iş çıxır ki, çünki falan şey olanda deyir ki, hə, məsələn, burada bu belədir, hamısını nəzərə alıb product develop eləyə bilər. Ona görə deyərəm ki, hətta Azərbaycana digər startapları, digər şeyləri də bir şəkildə cəlb eləməyə, digər hansısa şərtdən eləmək olsa o super olar ki, ən azından bizim uşaqlar fərqli, diverse komandalarda işləyərlər. Hansı ki, hal-hazırda Excel-la falan şirkətə gəlib və Excel-la gəlməsi həm fərqli bir, mən fikirləşirəm, şirkətdə işləməyə kömək eləyəcək, həm çoxlu vakansiyalar açır. Bu bizim üçün bir fürsətdir. Yəni sizin dediyiniz kimi. Mən bir dənə onunla bağlı deyim ki, çünki biz hər tech branch ildə bir dəfə. Əslində onun hədəflərindən də biri odur ki, public data generate eləmək ki, ümumiyyətlə Azərbaycanda tech ümumiyyətlə state-nə yerdədir də. Və mən sizə deyim ki, o kifayət qədər qalxdı Covid-dən sonra. Çünki insanlar remote Avropa falan şirkətlərinə işləməyə başladı. Çünki ona qədər məsələn mən DevOps ümumiyyətlə heç işləməmişdim. Mən Kubernetes ümumiyyətlə heç kim işləmədim. Mən 2017-ci ildə Service Mesh falan olanda mən ona görə əslində qabaqca olur ki, gördüm ki, Amerikada nəsə bir şey biz eləyirik. Sonra olur ki, bir il sonra Avropaya gəlir, sonra bir il, 2 il sonra da Azərbaycana. Mən artıq görürəm ki, mən orada oturub buradakı mühəndislərdən öyrənirəm məsəl üçün. O qədər çünki remote şeylər falan bazar açıldı ki, open olmaq engineering tərəfində fərqli məsəl marketlərdə bir növ onu deyərdim ki, şey olaraq fiziki olaraq gedə bilməsələr də o remote şeyini artırmaq olsa, yəni əslində o və təcrübələri də sonra yerli şirkətə falan, startup şeyinə hər yəni remote işləyən insanların təcrübəsi də, yəni fikir versən ki, sadəcə daxili bazarda işləyənlərlə remote işləyənlərin arasında fərq müəyyəndir var. Mən hətta deyərdim ki, bu dəqiqə Azərbaycanda oturub remote işləmək daha gəlirli sayılır. Hansı ki, sən xarici yəni biraz bu dəqiqə flattening şeyi var, ümumiyyətlə across the globe-da, yəni xərc şey və daxildə. Sonlara doğru yaxınlaşır. Bir sualım var. Əgər geriyə qayıtsaydın, 22 yaşlı özünə bir tövsiyə verəsə olsaydın, nə verərdin? 22 yaşlı Şəhriyara bir tövsiyə. 22 yaşımda mən ya da verməyə də bilərsən. Yox, verə bilərəm mən ki 2 il idi artıq Bakseldə çalışırdım full time olaraq. Və düşünürəm ki, mən daha uğurlu ola bilərdim, yəni açıq səmimi olaraq deyirəm, potensial olaraq da. Mən həmişə deyirəm ki, bunu eləyirəm, mən bunu 10x-ni eləyə bilərəm, mən bunu niyə eləyirəm bu şeyi? Sadəcə olaraq biraz tənbəllik, biraz bilməm, gözləyim məsəl üçün viza şey bitsin məsəl ondan sonra eləyərəm. Ona görə düşünürəm ki, amma mənim məsəl üçün də sağ olsun Vurğun Hacıyev və digər məsəl mentorlar falan olubdu ki, yəni əslində heç yoxsa 20 yaşında Boxlə işlə də bilməzdim, yəni full time. Güclü mentor və həyatımı stagelərə bölərdim ki, hansı stagdə hansı məsəl mentor dediyim o demək deyil hər gün regular məndən şey eləyəcək, amma bir növ həkimə şeylə longevity ilə bağlı gedib deyirsən. O artıq üçüncü bir qonağımdır ki, bunu vurğulayır ki, mentor önəmlidir. Əslində Vurğun Hacıyev bir layihəmizdə mentor mapdir. Çünki mən indi gələndə də bəzi uşaqlar da falan məsələn bu gün axşam bir görüşüm. Baxdım ki, insanlar 20-30 yaş arası
çox insanlar bu dəqiqə lost olublar. Çünki yemək problemi yoxdur, nə bilim, maşın, ev problemi yoxdur. Yəni abundance-da şükür Allah, scarcity yoxdur ki, bu adam nəsə eləməlidir də. Yəni action yoxdur. Action'a strong need yoxdur da. Çünki gedir, yeyir, içir, dolanır, nə bilim də maşındır, sürür, eləyirdi ki, okeydir. Yəni mən içindən də gəlmir ki, mən gedib məsəl üçün nə bilim vertolyotda sürməliyəm və yaxud da ki, nə bilim raket tutmalıyam. Onu necə qoymaq olar ki, bu tapsın ki, bu marağı nəyədir, həvəsi biraz çətinləşib də. Ona görə deyərdim ki, bir növ mentorla, bir neçə mentorla çalışın ki, özünüzdən, o da hər adamdan da məsləhət götürməzlər. Yəni ki, sizin admire elədiyiniz, o məsəl, mənim deyək ki, orada inspire olduğum məsəl üçün deyək ki, Andrew Ng-dir, nə bilim, Peter Norvigdir, odur, budur. Mən gedirəm onlarla görüşürəm, onlar kimi olmaq istəyirəm. Görürsən ki, onlar kimi olmaq o qədər çətin deyil, başlayırsan. Nə bilim, adama birinci şey gəlir, amma fiziki görüşəndə o insana başqa vibe verir də ki, yəni okey də, yəni onu düşünmə tərzi də more or less şeydir də. Sadəcə olaraq mənə assume elirdim ki, bu məsəl üçün də, yəni hardadır. Yəni qısacası bu dəqiqə inanın ki, LinkedIn-də açıb onda 7 insana yazsaz ki, yarım saat mənlə bir dənə call eləyəcəklər. Amma problem ondadır ki, o stereotipləri qırıb o first step-i atmaq lazımdır. Worst case-də deyəcək vaxtım yoxdur. Növbəti şey əsasında LinkedIn-də açasan minlərlə insan oradan. Mən çox uzağa getməyəcəm. Tələbə vaxtı şəxsən məsələn elə eləyirdim, yəni insanlardan görüşürdük, kofe içirdik, söhbət eləyirdik. Məsələn video deməyim, kursdakı müəllimlərlə danışırdım ki, həm gəlim kursu görüm, həm söhbət eləyək, saytçıya söhbət eləyək. Yəni bu formada olurdu. Mənə kitablar məsləhət görürdülər. Bu formada, yəni egosuz, lovasız bir şey gözləmədən ən pis ehtimalda deyəcək, yox, vaxtım yoxdur. Növbəti dəfəyə qalsın, normal formada. Və deyərdim ki, hətta bu iki tərəfli olmalıdır. It's a two-way street-də. Mən bu insan mənə məsləhət versin, yox. Siz də eyninizə özünüzə çalışın ki, o mentora mənə necə kömək edə bilər? Məsələn, ola bilər mentor müəyyən bir tədbir eləyir. Gedin orada qapı açın. Nə bilim, deyin ki, sən bu falan iş və həll edəcəksən. Mən də kömək edirəm. Al ver. Hətta o qarşılığı o demək deyil ki, məsələn, o ancaq mənə tapım, ancaq məsləhət versin, nə edeyim. Deyin ki, hətta yəni sənə mən bu günləri nə edə bilərəm? Ola bilər tələbəyəm, heç nə edə bilmirəm. Amma ən azından o insana xoş olacaq ki, deyəndə ki, okeydir, mənim sənə verəcəyim düşünən falan şey və yaxud da ki, bilmirəm nədir. Bəlkə də mentor olaraq da sən özünə mənə deyəsən ki, nə bilim də, yəni get məsəl üçün X bir işi gör bu şeydə. Yəni qarşılıq olsun və yaxud da ki, da nə bilim ola bilər işdə müəyyən bir internship falan. Yəni mentorship. Çox sağ ol Şəhriyar, dəvətimi qəbul elədin. Vaxtım bilirəm azdır. O vaxt arasında bizə vaxt ayırdın, təcrübələrini bölüşdün. İstəyərdim bir 3 saat davam eləsin. O bitməsini istəmədiyim podkastlardan biri idi. Çox sağ ol. Sənin də əgər son sözün varsa bizim izləyicilərə buyur. Təşəkkür dəvət üçün Mustafa. Mən düşünürəm ki, Mustafa kimi daha çox insan belə deyək də bu təcrübə bölüşməklə mənə. Yəni nə qədər eləsə azdır və bu həm Mustafaya mənə görə çox xoş oldu ki, səni tanıdım individual, sən məni tanıdın. Yəni bu bir başlanğıcdır məsəl üçün də və bunun növbəti etaplarında daha böyük kollaborativliklər hamısı, amma kiçik başlamaq lazımdır. Və bu düşünürdüm ki, sosial belə təcrübə bölüşmələri və s. bu kiçik bu tipli çox bir şey var da. Məsələn, o gün kofe içdi, bu gün bu başa içdi və step by step slowly öz belə deyək də dost çevrəvizi doğru seçin, doğru formalaşdırın. Ondan sonra startupdır, eləmək istəyir, startup olacaq, işə girmək istəyir, işə girmək. Yəni bunlar hamısı sizə öz gəlib tapacaq. Ona görə deyərdim ki, biraz ətrafın insan doğru formalaşdırandan sonra elə bu uğurun böyük hissəsini o müəyyənləşdirir. Bir daha təşəkkürlər. Çox sağ ol. Qatılıram həmçinin kanalda olan digər podkastlara və həmçinin bu podkastlara da baxa bilərsiniz. Mən həmin podkastlara bəzən özüm olur, bu bitəndən sonra 1-2 dəfə də özüm oturub qulaq asıram, oradan qeydlərimi götürürəm və çox mənim belə deyək də dünya görüşümün artmasında, gələcək vizyonumun inkişaf edilməsində yardımcı olur. Çünki bunları mən AI-dan soruşa bilmərəm. AI bir datadır. Amma mən real insanların təcrübəsindən faydalanıram. Çox sağ olun, yardımcı olursunuz, gəlirsiniz, fikirlərinizi bölüşürsünüz. Çox sağ olun dostlar, izləmədə qalın. Əgər bəyəndinizsə və kanalın inkişafı üçün abunə olun, like edin. Hələlik görüşərik. Sağ olun. Sağ olun.